Qurban Qurbanov, mən yoruldum azarkeşlərin Nəriman niyə oynayır sualına cavab verməkdən. Əslində o sualın cavabını da düzgün tapa bilmirəm. Çünki bilmirəm o kimin adamıdır, onun arxasında kim durub, niyə məhz belə vacib oyunlarda o meydanda olmalıdır. Dünənləri Qarabağ həyatında ən ideal şansını bəlkə də itirdi. Çempionlar Liqasının çox vacib oyununda, outsider Ajax-a qarşı oynayanda, rəqibin heyətində əsas oyunçular olmasına baxmayaraq, qələbə qazanmaq olardı və qələbə qazanmaq lazım idi. Ancaq müəyyən əvəz etmələr, müəyyən oyunçuların zəif oynaması, biabırçı göstəricilər Qarabağın ümidlərinin üstündən xətt çəkdi. Düzdür, Qarabağ bu dəqiqə 22-ci yerdədir, hələ də şanslar var. Amma qabaqda Eintracht var, Liverpool var. Qurban Qurbanov oyundan sonra müəyyən qədər çalışdı azarkeşləri sakitləşdirsin, Nərimanı müdafiə eləsin. Amma bu da cavab deyildi. Sadəcə olaraq Qurban Qurbanov deməli idi ki, bəli, komanda zəif oynadı, bütün günahlar məndədir, mən düzgün əvəz etmələr etmədim və biz qalib gəlməli idik. Və bu cür havada stadiona gələnlər və evdə televizorun qabağında oyuna baxanlar, əsəbdən özlərini hirslənənlər, dağılanlar, dərman içənlərin hamısını başa düşürəm, amma gəlin komanda inanaq gələcək üçün. Heyf o itirilən şansa.